dəqiqə hər 10 nəfərdən böyük əhalinin, dünyada hər 10 nəfərdən birinin qalxanvari vəzinin xəstəliyinə görə cərrahi əməliyyat ehtiyacı var. Böyük bir göstəricidir. Mən misal çəkirəm, deyirəm, Azərbaycanda 10 milyon əhali var da, o 10 milyon əhalinin haradasa 7 milyonu böyük əhalidir. Burada deməli 700 min əhali Azərbaycanda müxtəlif deməli, qalxanvari vəzin, müxtəlif xəstəliklərə cərrahi yardıma ehtiyacı var. Yəni, burada Ulduz xanım çox gözəl qeyd elədi, elə belə o sanitariya maarifi işi kimi, xüsusilə o Zaqatala, Balakən, Şəki, Qəbələ, Oğuz rayonlarında o teritoriyada, o ərazilərdə yod çatmır. Onlar feyxoyla səmərəli istifadə edə bilərlər. Və bizim belə Allah elə gətirib ki, çox maraqlı bir informasiya verdi Ulduz xanım, deyir, Cənubi Amerikadan gəlib. Cənubi Amerikadan. Və gəlib burada bizim torpaqda müvəffəqiyyətlə yetişdir və sanki biz onu özümüzünki kimi qəbul eləmişik. Çünki onun tamı bizə xoş gəlir. Sadəcə biraz limonun, biraz mandarinin tamına oxşayan bir tam olduğuna görə özümüzünki, öz meyvəmiz kimi daha doğrusu nəsə o banana nisbətən bu daha bizim üçün muşmulaya nisbətən, banana nisbətən daha yaxın. Məsələn, muşmula hələ də qəbul olunmadı. Elə bil sanki elə əvvəldən bitirmiş. Amma bu xüsusilə bu teritoriyalar, bu ərazilərdə olan insanlar həm əməliyyatdan qabaq, həm əməliyyatdan sonra. İndi mən bu indi xəstələrə yazıram, yodomarin yazıram, hansı ki bu dənizlərdə bu yosunlardan alınır. Hazırlayın bizim təbii məhsullardan niyə istifadə eləməsinlər? Təbii məhsullarımız daha effektiv təsir göstərər. Təşəkkür edirəm, doktor. Əziz tamaşaçılar, xatırladıram, telefonlarımız 512 79 492 16 20 açıqdır və 69 74 SMS ünvanımız açıqdır. Elə bu arada bizim SMS-lərimiz də gəlməkdə davam eləyir. Amma mən iki zəngi qəbul edeyim ki, zəngdə də gözləyənlər var. Alo. 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 Salam aleyküm. Aleyküm salam. Alo. Bəli. Sizi salamlayıram. Təşəkkür edirəm. Buyurun, aleyküm salam, buyurun. Oldu salıma da salamlarımı çatdırım. Çox sağ ol. Sağ olun. Mən uzun müddətli bronxal asmayam. Şəkilən zəncirləyirəm. İndi bitki müalicəsini ona hansı nədir kömək eləmək olar? Sizdə neçə ildir bronxial asmadan? Uzun müddətdir, təxminən 20-25 il. 20-25 il. Və siz şübhəsiz ki, mən dərmanların adını çəkmirəm, o asma ilə bağlı olan bir neçə dərmanlardan istifadə edirsiniz. Yəni tutmalar tez-tez olur, yoxsa? Yox, tutmalar olmur. Bizən nəfəsim çox... Məsələn, hərəkət edəndə nəfəsim çatışmır. Təngir, çox pis vəziyyətdə oluram. Aydındır. Təşəkkür edirəm, çox sağ olun. İkinci zəngi də qəbul edək. Alo. 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 Bəli. Salam aleyküm. Aleyküm əssalam. Buyurun. Doktor, mən böyrəklərin barəsində sual vermək istəyirdim doktorlara. Deməli, mənim sağ böyrəyimdə daş var idi. Həkimlərin dediyinə görə 2 dənə daş olub, gəlib düşüb kanalda ilişib qalıb. Neçə müddətdir bu? Bu hardasa bir aya yaxındır demək. Bir aya yaxındır və neçə millimetr olub daşın ölçüsü? Biri 3-ün 4-ədir, biri də 4-ün 5-ə. 3-ün 4-ə, millimetrdir. Bu necə bunu sala bilməmsiniz ki? Yəni siz xəbəriniz olmayıb da bu düşüb yəqin? Bəli, böyrəkdə olub, gəlib düşüb kanalda ilişib qalıb da oradan çıxmır. Nəsə, mən həmişə fikir verirəm, yoxdur da gəlmir. Aydındır, təşəkkür ederim. Kanalın hansı hissəsindədir? Yuxarı, aşağı, orta? Laf axır hissəsindədir. Aşağıdadır? Yerdədir, bəli. Aydındır, təşəkkür ederim. Ağrı verir? Yox, indi vermir. Əvvəllər bir həftə ağrısı oldu, bəlkə pürüstükləri olurdu, sancılar olurdu. İndi ağrı yoxdur, ancaq ki düşmür. Uzidə baxırlar, həkimlər deyirlər ki, qalıb orada. Oradadır. Çox sağ olun, təşəkkür edirəm. Mübariz müəllim. Bu birinci xəstə haqqında mən bir şey demək istəyirəm. Ümumiyyətlə, hipertoniyadır, bronxial asmadır, allergik xəstəliklərdir, şəkərli diabetdir, metabolizm pozğunluqlarıdır. Bu xəstəlikləri çox təəssüf ki, 100% müalicəsi yoxdur. Yəni, bu həkimlərin də dərmanlarının effekti var. Amma həmin xəstə olan insanlar da öz xəstəlikləri ilə barışıb, onunla mübarizə tədbiri kimi müəyyən məsələlərdə rəayət eləməlidirlər, çox ciddi. Yoldaş dedi ki, 20 ildir, yəni əvvəllər olmayıb. Yəni, bu asma xəstəliyi anadan gəlmə deyil. Burada söhbət çox güman ki, allergik xəstəlikdən yox, iltihab xarakterli bronxitin törətdiyi asmatik komponent, bir də çox güman ki, o səsinin xırıltılarından da istəyir ki, orada kiçik kondovran durğunluq var. Yəni, ürək çatmazlıq əlamətləri də qoşulub ona. Yəni, bunu birbaşa bronxial asma kimi qəbul etmək düzgün deyil.
Burada kompleks tədbir olmalı. Yəni bu yaşda insanlar, bunlar müəyyən bir somatik xəstəxanada yerləşdirilməlidir. Ürək qan damar çatılmazlığı aradan götürülməlidir. Ürək təmiz yoxlanılmalıdır. Ürəyin qan dövranı təmin olunmalıdır. Bronxlarda olan iltihab və o iltihabı törədən səbəblər aradan götürülməlidir və ondan sonra bu dinçlik tapa bilər. Bizim təbabətimizdə Ulduz xanımın gətirdiyi o tiblərdən bunlar kompleks müalicənin tərkibində istifadə oluna bilər. Yoxsa elə bir fikir yaranmasın ki, elə gedəcəm burada yaşıl aptekdən nəyəsə alacam, bu ağır patologiyanı aradan götürəcəm, düz alınmaz. Və ya da demək də olmaz ki, məsəl üçün bunsuz gedib elə dərman atmaqla bazı. Bunlar hamısı yanaşır. Bir-biri ilə paralel olaraq. Bir-birini tamamlamalıdır. Ürəyin müalicəsi, ağciyarın müalicəsi, bronxitin müalicəsi və o zərərli vərdişlər və bunlar kompleks şəkildə və deyim sizə ki, bəzən insanlar deyir ki, 3 dənə, 4 dənə dərmanı atım, qutaraq. Yox, o müalicə uzun çəkər, aylarla və müalicə qutarmır ha. Ömrümün axırınacan da gərək bu tempi gözləyəsən. Yəni, müəyyən dərmanları qəbul eləmək məcburiyyətində qalırsan. Təəssüf ki, bugün müasir tibb elmi belə deyir hələ ki, bundan artıq onun imkanları tükənir. Və ikinci sənədə böyrəklərində dedi, böyrəkdə də ki, o daş gəlib düşüb, yəqin ki, o ultrasəs müayinəsində əsas. Orada daş klapan rolu kimi, o klapan kimi düşübdür. Bir var daş gəlir, tıxıyır, deməli, silik axarın, onda ağrı verir. Böyrək şir, hidronefrotik transformasiya yaranır və güclü ağrı verir. Burada daşlar düşüb, o klapan tipindədir, yəni sidiyi buraxır. Sidiyi buraxdığına görə böyrək tərəfdən şişkinlik yoxdur, hidronefrotik transformasiya yoxdur, ağrı da yoxdur. Amma bu demək deyil, həmişə belə olacaq. Müəyyən bir, Ruslar deyir, riski hərəkət, bir belə kəskin hərəkət, müəyyən bir o maşın birdən atır tutur, müəyyən bir qaçmaqla, bir istivanla burada. Onunla əlaqəli iki moment ola bilər. Ya o daş düşəcək, ya da tam tıxıyacaq. Onu qabaqcadan bilmək ömür. Ona görə də biz o dərmanları təyin eləməmişdən qabaq deməliyik ki, sən bu dərmanları qəbul, bizdə böyrək üçün köşək burada dərmanlar var. Bəli, böyrək bir, böyrək iki. Sonra bu isti qrilka, isti vanna, çoxlu maye qəbul eləmək, o tumbalıb düşmək, bəzən o mən çox təklif edirlər, bu priqılkalar olur deyə belə idmançılar, boksla məşğul olanlar ondan çox məşqlər eləyirlər. Bax, o məşqlər, o atılıb düşmək, bunlar hamısı onu salır. Amma burada yenə də həkim öz başına gedib onu eləmək mən məsləhət görmürəm. Bunu həll eləmək lazımdır həkim nəzarəti ilə. Təşəkkür edirəm, doktor. Hörmətli professorumuz çox gözəl izahat verdi. Ona görə də Ulduz xanım sizə qalır indi bunun o tərəfi, sizin tərəfi. Buyurun. Bəli, biz tərəfində izah eləyirəm ki, mən məsələn özüm məşğul olanda heç vaxt o ciddi problemlərə Bəli, Ulduz xanım, buyurun. Yəni mütləq ciddi problemlər nəzərə alınır. Elə birinci bronxial asmada. Yəni ürək problemlərinə, yəni onun müalicəsinə biz heç vaxt qarışmırıq. Yəni o dərmanların qəbul edir öz yerində. Amma bronxlardakı var, iltihab prosesləri var, bronxlardakı var, allergiya prosesləri var. Hansı ki, dərmanları uzun müddət içir, ona kömək etmir. O müalicəsi ilə yanaşı, mübariz həkim demişkən, bitkiləri veririk. Yəni, deyim ki, bitkilər çox gözəl təsir edir. Bəzən olur ki, antibiotikdən istifadə etmək lazımdır. Düzdür, onsuz da ediblər. Müəyyən qədər, kifayət qədər olunub indiyə qədər. Amma bitkiləri veririk, iltihabı aradan götürən çox gözəl bitkilər var ki, onlar eyni zamanda iltihabı da aradan götürür, bronxları genişləndirir, bəlğəmin gəlməsinə kömək edir və hətta bəlğəm durlaşdırıcı bitkilər də var. Elə bitkilər var ki, bunların var elə dərmanlar da var. Yəni, bitkilər də var ki, bəlğəm durlaşdırıcı xüsusiyyətə malikdir. Düzdür, onlar da nəzərə alanda, seçəndə yenə yaşı da nəzərə alırıq, əlavə ürək xəstələrində nəzərə alırıq və ondan istifadə edə bilər. Belə bizdə yaşıl aptekdə fitobronx bitki yığımı var, 7 cür tərkibi var. O elə hazırlanıb ki, onun tərkibi elə güclü bitki salmamışıq, nə mənada. Yəni, asma xəstələri də bundan istifadə etsinlər, əks təsiri olmasın. Bax, elə birinci ondan başlasın, geçsin ondan istifadə etsin. Əgər lazım gələrsə, əlavə olaraq ona allergiya qarşı nəsə deyərik, keçi buynuzun deyərik, ondan istifadə etsin, immuniteti artırmaq üçün. Yəni, fitobronxdan hələlik qəbul etsin, kömək edə bilər. Qaldı ikinci sualımız. İkinci sual böyrək daşı ilə bağlıdır, kanala düşüb. Amma gəlin bir reklamlara ayrılaq, çünki reklam vaxtı yetişib. Reklamlardan sonra bu sualı da cavablandıraq. Əziz tamaşaçılar, xatırladıram ki, telefonlarımız 512-79 və 492-16-20 açıqdır, 69-74 SMS ünvanımız açıqdır. Hələlik isə reklamlardan sonra yenə birlikdə